Heç bir proqramlaşdırma dili bilmədən, pulsuz şəkildə veb-sayt hazırlamaq istəyənlər bu videonu diqqətlə izləsin. Çünki göstərəcəyim süni intellekt həlli ilə yalnız açar sözləri daxil eləyərək istədiyiniz veb-saytı hazırlaya bilərsiniz. Bəs bunu necə etmək olar? Gəlin addım-addım sizə izah edeyim. Cihazımızın brauzerinə daxil olduqdan sonra axtarış hissəsinə v0.dev yazaraq sayta daxil oluruq. Qarşınızda belə bir səhifə açılacaq. İlk olaraq qeydiyyatdan keçmək lazımdır təbii ki. Bunun üçün səhifənin sağ yuxarı küncündəki 2 xəttə basaraq login, yəni daxil ol bölməsinə keçid edib qeydiyyatı tamamlayırıq. Qeydiyyat prosesini bitirdikdən sonra açılan ekranda qarşımızdakı qara rəngdə olan mətn qutusuna hazırlamaq istədiyimiz veb-saytın nə olduğunu və necə görünməsini istədiyimizi yazmalıyıq. Mən xəbər saytı hazırlamaq istədiyim üçün bura texnoloji xəbər saytı yazacağam və gözləyəcəm ki, süni intellekt mənə Texnotun kopyasını yaratsın. Əlavə olaraq səhifədə kateqoriyaların olmasını da istədiyim üçün bura kateqoriyalar əlavə et deyə qeyd eləyəcəm. Onu da deyim ki, sayt Azərbaycan dilini dəstəkləyir. Yəni, süni intellektdə Azərbaycan dilində rahatlıqla veb saytınıza əlavə etmək istədiyiniz xüsusiyyətləri qeyd edə bilərsiniz. Son olaraq, saytımda axtarış bölməsinin də olmasını istəyirəm. Buna görə də bura əlavə olaraq axtarış bölməsi əlavə et deyə qeydimi yazıram. Lazım olan açar sözləri daxil etdikdən sonra mətn qutusunun sağ tərəfindəki Enter simvoluna klik eləyərək artıq prosesə başlaya bilərik. Lakin başlamadan öncə bir xüsusiyyət də qeyd edeyim ki, Enter simvolunun sol tərəfində yerləşən şəkil simvoluna klik eləyərək hazırlamaq istədiyimiz veb saytın eskizini vərəqə çəkib bura əlavə etmək də mümkündür. Bu zaman süni intellekt eskizə uyğun veb saytın hazır şablonunu təqdim eləyəcək. Hazırsınız? İndi isə Enter simvoluna basıb bir qədər gözləyirik. Gördüyünüz kimi süni intellektdə daxil etdiyimiz açar sözlər əsasında 4 veb-sayt şablonu hazırlayıb bizə. Bu şablonlardan hər hansı birini bəyənməsəniz, aşağıdakı dairəvi oxlar şəklində olan yenidən yarat simvoluna basaraq daha 4 sayt seçimi də əldə edə bilərsiniz. Süni intellekt saytları hazır etdikdən sonra bəyəndiyimiz şablonlardan birini seçib sağ yuxarıda yerləşən kod sözünə klik edərək şablonun qaynaq kodlarını görə bilərik. Bu kodları kopyalayıb üzərində dəyişikliklər etmək də mümkündür. Süni intellektin təqdim etdiyi bu xüsusiyyət əsasən proqramlaşdırma bilməyənlər və ya proqramlaşdırmaya yeni başlayanlar üçün nəzərdə tutulub. Siz də portfolio və ya blog səhifəsi kimi saytlarınızı proqramlaşdırma biliyiniz olmadan süni intellektə tapşırıq verərək bu şəkildə hazırlaya bilərsiniz. Belə dostlar, ümid eləyirəm video sizin üçün faydalı oldu. Azerselin təqdimatında daha çox süni intellekt videolarından xəbər tutmaq üçün bunu izləməyi, yadda saxlamağı və bizim kanala abunə olmağı unutmayın. Hələlik!